Bir çox insanlar məndən bu söz soruşur. Allah şahidim olsun, özümü tərifləmə niyyəti ilə demirəm. Bəzən insan etdiyim deməyə məcburiyyət qarşısında qalır ki, Əli Cavadi, sən İslam dini üçün nə etmisən? Sən İslam dini üçün nə iş görmüsən? Sən İslam dini üçün nələr eləmisən? Qoy mən sizə bunu deyim. Məqsədimiz Allaha and olsun, bunu ixlasla deyirəm, amma ixlas eləmişəm. Məqsədimiz özümü bəyənmək üçün deyil. Vahabilərə cavab vermişəm. Bu birinci növbədə. Mənim əqidəmi pisləyən insanlara mən video şəklində cavab vermişəm. Mənim əqidəmi haqqında pis fikir bildirən insana mən bu haqda sözümə demişəm. Məsələn üçün mənim dinimi gözdən salan insanları mən vaxtı video şəkildə dəlillə, sübuta cavab vermişəm. Misal olaraq deyim, İslam düşmənlərinə cavab vermişəm. Ən azı mənim belə deyək də öz şəxsi ləyaqətimə olan hədəflərim ki var, qırmızı xətt ki var, onlara toxunan insanları yerin bildirmişəm. Onlar haqqında fikir bildirmişəm. Yəni əlimdən gələni eləmişəm. Quran-Kərimdə necə bir ayə var, Allah necə buyurur? Hər kimsə ki Allahın dini kömək eləsə, mən onu özünə kömək eləyərəm. Mən Allahın dini yardım eləyəm. İndi mənim sualım sizədir. Bu vaxta qədər mən dindaram deyənlər, namaz əhliyəm deyənlər, mən belə dindaram deyənlər hardaydı görəsən? Bunu hamımız eləyə bilərsiniz. Hamımız Vahabiyə cavab verə bilərsiniz. Hamımız öz əqidəmizi belə deyək də tərəfini saxlaya bilərsiniz. Amma məsələ bundadır ki, bir insan sanki bir insanın əqidəsini təhqirləyir, söyür onun əqidəsini. Bir insan gözləyir ki, bir nəfər nəsə olsun, bir nəfər fikir bildirsin. Bu da götürsün video çəksin, bu da götürsün paylaşsın ki, sən halal olsun sənə, sən fikir bildirmisən. Bə yaxşı, sən nəyə lazımsan? Sən nəyə qadirsən? Sən nə iş görürsən? Məsələ də bundan. Deyəndə ki, mən bu iş görürəm, deyir ki, yox, sən Allaha görə iş görürsən. Qardaş, məni qızıqlandıran budur ki, məni əsəbləşdirən budur, məni özümdən çıxardan budur. Məni məcbur eləməyin bu sözləri istifadə edeyim. Məni Allah şahidim olsun, mənim niyyətim Allaha xatirdir. Mən Allaha xatir bunu edirəm. Heç birinizdən təşəkkür, minnət, çox sağ ol gözləmirəm. Amma özünüz elə dərəcəyə mənə çatdırırsınız ki, Allaha and olsun. Sözü açırsınız, sözü atırsınız, sonra da mənə günahkar çıxardırsınız. Bax burada deyirlər ki, buna manipulyasiya edilir də buna. Yəni sənə bir qızıqlandıram, səni əsəbləşdirirəm, mən özümdə günah görmürəm, səni səhv çıxardıram. Məsələ də bundadır. Məni də yandıran bax budur. Bəs sizə lazımdır mən nə iş görürəm İslam üçün? Qoyun oturum oturduğum yerdə. Yəni sizə evizə lazımdır. Mən nə iş görürəm, nə eləyirəm. Qoy Allah bilsin, bir də mən bilirəm. Allah şahidim olsun. Mən bunu danışmaq fikrində deyiləm. Sadəcə o qədər suallar gəlir ki, sən İslam dini üçün nə iş görmüsən? Hansı elmə yiyələnmisən? Hansı işlər görmüsən? Mən İslam dini üçün o qədər işlər görmüşəm ki, sən yatıb heç yuxunda görməzsən. Özünü tərifləmək kimi olmasın. Adam bəzən özündən çıxardır. Adam bəzən onu danışmağa məcbur olur. Tabi bir dəfə susursan, iki dəfə susursan, üç dəfə susursan, dörd dəfə susursan. Tabi o qədər də olmaz da. Adam hər bir insanın öz səbir kəsəsi var. Hər bir insanın öz kəsə dərəcəsi var. Adam bəzən hisslənir ki, sən İslam dini iş görürsən, çalışırsan, əziyyət çəkirsən. Bunu insanlar görmür, görməzdən gəlir. Amma sən o bir dənə səhvi və yaxud da bir dənə nöqsanı və yaxud da bir dənə xətanı o qədər paylaşırlar ki, o qədər bunu abardırlar ki, o qədər bunu ictimailəşdirirlər ki, o qədər bunu belə deyək də göz qabağında görürlər ki, bəs sən desən mən bu paylaşdıqlarımı niyə görmürsən? Bax məsələ də bundadır, adım yandıran da budur. Yəni sən İslam dinindən danışanda, əqidəvi təhqirlə insanlardan müdafiə eləyəndə, onlar haqqında fikir bildirəndə və yaxud da öz əqidəvi, qırmızı xəttini qoruyanda, bu haqqında danışanda olursan pis. Amma kimsə sənin haqqına, sən bir dənə bir şey eləyəndə, sən haqqında nəsə bir fikir bildirəndə və yaxud da səni təhqir eləyəndə olur yaxşı. Bu necə olur? Bu necə əqidədir? Bu necə İslam dinidir? Bu necə məntiqdir? Bu necə düşüncədir? Sanki bir insan birinə gözləyir ki, bir dənə namaz qılan, bir dənə dindar, bir dənə mömin, bir dənə ibadət əhli, bir dənə səhv eləsin, onun səhvini ictimailəşdirək. Məncə İslam dini bizə bunu öyrətmir. Məncə İslam dini bizə bunu əmr eləyir. Məncə İslam dini deyir kimi, sən bir insanın abrını apar, bir insanı ictimailəşdir. İndi insan da səhv eləyə bilər də. Bu normal bir şeydir. Amma siz bunu yaxşı tərəflərini görmürsünüz. Amma pis tərəfləri çox danışırsınız, çox haqqında fikirləşirsiniz. O bir söz var, mərdim qova namərd eləyirsiniz. Bu məsələ. Eynən o cürdür. Yəni İnsan İslam dini üçün əziyyət çəkir, əlindən gələni eləyir. Buna heç kəs görmür. Amma bir pislik eləndə, bu nəsə bir düz eləməyəndə başlayır onun haqqında danışmağa. Bu necə məntiqdir?
Yəni belə çıxır ki, sən İslam dinini danışanda, müdafiəndə olursan pis, amma sənin haqqında kimsə danışanda olur yaxşı. Allah belə insanlara ağıl versin. Vallahi deyirəm, adamı özündən çıxardırlar. Mənim dərdim də bax bundadır.